Avropa çempionatına 15 gün qalmış bu oğlanın bir günü. Əvvəlamıza salam. Səhər 8 dənə yumurta, 6 ağı, 2 sarısı bütöv. Günə 8 qram duzum var. 8 qram duzumdan biraz qatıram yumurtaya. Yumurtanı bir patot qarışdırırıq, qoyuruq sonra qalsın. Gerkulesimizi ölçürük. 50 qramdır, biraz 52 qram oldu. Dünya dağılmaz bu ilə, normal şeydir. O qədər manyak olmaq lazım deyil, 2 qram da təbii olmasın. 50 qram gerkules bişirəmsə, 200 ml su qatıram onun içinə, avtomatik. Yaxşı kıvam olsun. Biraz oraya duz qatıram. Tam istədiyim kıvam olsun. Yumurtanı biraz qarışdıram. Biraz zeytun yağı vururam tavaya. Zeytun yağı vururuq ki, qızartmaq üçün yox, səz yapışmasın deyə. Biraz yaxşı otursun yumurta içinə. Yumurtanı yenə qarışdır. Vururuq tavaya. Qəşəng. Gerkulesimiz hazırdır. Qəşəng fıstıqları təmizləyirəm, bez gerkulesin içinə qatıram. Öz əlimdə qəşəng necə maraqlı bir şey düzəldirəm göyə. Oldu snickersli gerkules səhər yeməyi. Yumurtamızı qəşəng qoyuruq tarelkamıza. Dibində qalar birdən. Duzun istiotunu, sumağını vururam. Çayımı süzürəm, suyumu süzürəm çayın üstünə. Səhər olmaz çay. Qəşəng səhər yeməyinə bax. Oliqarx yeməyidir. Nə istəyirsən bunun artıq. Definasiyonun ən sevdiyim tərəfi odur ki, səhər tezdən acından duram yoxdan. Və o qədər disiplinli olsan ki, yemək istəmədiyin yeməkləri belə həvəslə yeyirsən. Normalda mən gerkulesin xoşuma gəlmir. Karısı gedirik zala. Qəşəngdən kafe düzəldirik. Monstercim özüm işlədirəm. Qəşəngdən amerikano düzəldirəm özüm üçün. İstəkandakı çaşkayı Ibiza'dan almışam, İspaniyadan. Çox gözəl çaşkadır. Bu başqa bir vibe verir. Qəşəng Kamaz mənzərəsinə baxa-baxa kofemi içirəm. Monstercim öz çəkimə də baxıram. Tələbəyə qəşəngdən çiyin məşq keçirəm, sağ olsun. Texnikanı ağlar qoyur. Bu tələbəyə çiyin məşq keçirəm, qəşəng çiyinləri yandan işləyirik. Sonra düyümü ölçürəm. Düyümü qəşəng yuyuram. Suyunu süzürəm, tezdən yuyuram. Tezdən qoyuram multivarkaya. Bir duz əlavə elədim. Düyü rejiminə qoyuram ki, qəşəng özü pişirsin. Multivarka çox gözəl bir şeydir. Sən istədiyin kimi pişir. Sonra qəşəng almalarımı bölürəm xırda, birdən-birə çoxmayım, hissə yeyeyim. Demək olar ki, bu gündən sonra almanı da yığışdırıram, o axırıncı alma günüdür. Xiyarlarımı bölürəm qəşəng. Xiyarları da qoyuram qabıma. Qabımda xiyar, alma, bir də icebergdir. Ən sevdiyim tərəvəzlər və meyvələr. Sonra qəşəng 700 qram toyuq ətim var. Tefal tavada çəkib bişirmişəm. Böldüm üstlərə, sonra düyülərimi bölürəm. Hərəsinə biraz düyü qoyuram, gündəlik. Badımcan qoyuram, qaynamış badımcan. Sindirim sistemi üçün yaxşıdır, bağırsaqlar yaxşılasın. Qəşəng otağıma gəlirəm, otururam. Qəşəng yeyirəm ləzzətlə. Xiyardan da yeyirəm. Girirəm ayaq məşqinə, ayaqlarımı qəşəng dağıdıram. Sonra girirəm, biraz poza işləyirəm. Hər məşqin sonunda mən pozu 100% işləməliyəm. Çünki poz mənim əvvəl ən yaralı yerim olub. Ona görə pozu üstünlüyü verirəm. Qəşəng sonra girirəm, otururam, tezdən düyümü yeyirəm. Düyümü, filemi zadmaq hoşum qarışıq bir şeydir. Xiyarımı da yedim. Sonra tezdən tələbəm gələcək. Tələbəni qəşəng dağıdıram kürək məşqində. Silavaya bütün acığım tələbələrdən çıxıram. Acığım. Sonra gəlirəm tezdən yeməyə qoluma baxıram. Qəşəng pump gəlib. Səviyyə. Özümdən də salıram. Yenə yeməyimi yeyirəm. Yedikcə istəyirəm ki, daha da keyfiyyətli formam olacaq. O məqsədlə yeyirəm. Yəni acılıqdan yox, sırf keyfiyyət üçün yeyirəm yeməyi. Sonra bir tələbəmə qəşəng crossfit məşq keçirəm. Bu tələbəmi bir aya qəşəng qurutmalıyam. Söz vermişəm. Günün sonuncu yeməyi balıq, farel balıq airfryerdə bişirdim. Baxıram hazırdır. Qəşəng bunu qoyuram tarelkaya. Xiyarı, kahı deyirəm, iceberg. Qəşəng yeyirəm. Günün son yeməyi. Uşaqlar, bu idman tək daş qaldırmaq deyil, tək dərman zat, protein deyil. Bu idman əsas disiplindir. Yeməyin düzgün olmalıdır. İnşallah öpürəm sizi, sağ olun. Xoş izləmələr.